Hər kəs salam, mən Asterix. Bu gün sizlərə birlikdə Custom Club'da ən sürətli pul kasmanın yolunu göstərəcəm. Burada 4 modumuz var. Ən yaxşısı kariyer moddur. Gördüyünüz kimi bunların qiymətləri get-gedə Maik'da, Sarahda, Sam'da, Lora'da daha da artır. Məsələn, ilk ödülümüz 4000, ikinci yarış utsaq 7000, üçüncü yarış utsaq 15000, dördüncü yarış utsaq maşın özünü bizə verir. Amma biz indi 15000 olarak pul alacağıq. 1 dəqiqə kasmağıma baxmayaraq demək olar ki 20000 pulu keçmişik. Keçməmişik, amma keçə bilərik rahat bu yarışdan sonra. Bu yarışı məsəl üçün bitirməliyik ilk növbədə. Çox asandır yarışları qazanmaq. Yəni belə istədiyiniz maşını belə rahat şəkildə ala bilərsiniz. Yarışımız başladı. Önümüzdə gördüyünüz kimi rəqibimiz oradadır. Sadəcə qaza basıram, yəni başqa bir şey yoxdur. Keçəcək onu sonra rahat şəkildə. Və onun sürdüyü maşını alacağıq, səhv eləmirəmsə. Əgər 4-cü yarışda qazansaq. Yəni oyunda ən sürətli pul kasmağın yolu budur. Ancaq kariyer modunda irəliləyə bilərsiniz. Ya da kariyer modundan sıxılırsınızsa, adi online moduna girib ya da offline modda maşınları sollayaraq, tam solundan keçərək pulunuzu qatlaya bilərsiniz. Və gördüyünüz kimi tam yanından keçəndə pul verir. Çox pis qaza elədik, keçəcək bizi. Keçdi bizi. Yox. Bu oyunu qazanmalıyıq. Oyun drift üçün yaradılıb. Deyəsən uduzluq finish nöqtəsi görsəndi. Amma mən indi yaxşı oynaya bilmədim, amma siz də oynayıb bitirə bilərsiniz. Nəysə, bu videoda bu qədər olsun. Gələn videolar görüşmək ümidilə. Sağ olun, salamat qalın.